O zaman o iki məsələ üzrə çox diqqətlə bizə qulaq asırdı və qarşımıza qoyduğu məsələlərdən biri ondan ibarət idi ki, birinci hakimiyyət bölgüsü məsələsinə baxırdı. Dedi, siz necə baxırsınız? Bu icra hakimiyyəti Azərbaycan dövlətinə məxsusdur. Bu məxsus sözü mənim xoşuma gəlmir. Sanki bu Azərbaycan dilinin tələblərinə uyğun deyil və burada sanki həm də bir mülkiyyətçilik var. Bunun əvəzinə bir söz tapmaq lazımdır, fikirləşin. Biz çox fikirləşdik, hərə bir təklif irəli sürdü və heç birindən razılaşmadı. Və sonunda növbəti iclasda yenə Taleh ilə gətirdi ki, bizi yığdı və onda dedi ki, mən o sözü bu ifadə ilə əvəz etmə fikrindəyim. Azərbaycanda icra hakimiyyəti Azərbaycan prezidentinə mənsubdur. Mənsubdur. Bir söz üzərində o neçə günlər fikirləşdi. İkinci, Azərbaycan dili ilə bağlı Konstitusiyamızın 21-ci maddəsi ilə bağlı yenə çox sonralar, ən sonda hüquqşünasların fikrini öyrənməyə çalışırdı həmişə. Yenə bizdən soruşdu ki, Azərbaycan dili ilə bağlı 21-ci maddənin mətnin yəqin tanış olmusunuz. Nədir fikriniz? Və fikrimizi soruşmamışdan əvvəl dedi, çıxış edilən hər bir adam nəzərə alsın ki, xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir. Bundan güclü eynilik təsəvvür etmək mümkün deyil. Bizim milli kimliyimiz dilimizdə öz eyniliyini göstərməlidir, öz əksini tapmalıdır. Və yenə orada hüquqşünaslara sual verdi ki, ana dilinin dövlət dili elan edilməsi ilə bağlı qanunvericilikdən əvvəllər hansı mövqe nümayiş etdirilib və hərəmiz bir hissə barədə məlumat verdik və bildirdik ki, ilk dəfə ana dilinə dövlət dili statusu verilməsi Azərbaycan Xalq Cumhuriyyəti dövründə təsadüf edir. Lakin sonra Taleh elə gətirdi ki, konstitusiya qəbul etmək Xalq Cumhuriyyətinə nəsib olmadı və Sovetlər Birliyinin, Sovetlər hakimiyyətə gələndən sonra məlumdur ki, 21-ci il, 27-ci il, 37-ci il və 78-ci il konstitusiyaları qəbul edildi və sual verdi ki, bu 21-ci il konstitusiyasında ana dilinə münasibət necə olub Sovetlər Birliyi dövründə? 1921-ci il konstitusiyasında Azərbaycan SSR-nin tərkibində olduğuna görə orada ümumiyyətlə dövlət dilindən söhbət getmirdi. Azərbaycanın dövlət dilindən söhbət getmirdi. Eyni vəziyyət 1927-ci il konstitusiyasında da təkrar olundu və yalnız 1937-ci il konstitusiyasında yenə dövlət dilindən söhbət getmirdi. Sadəcə Azərbaycan Respublikasının konstitusiyasında göstərilirdi ki, Azərbaycanda prezidiumun və icra orqanlarının, binəqizarlıq iclaslarının qərarları Azərbaycan, Rus və erməni dilində nəşr edilsin. Yəni, bütün hallarda yenə dilin dövlət dili olması məsələsinə heç bir münasibət bildirilmirdi. Bildiyiniz kimi 1956-cı ildə Azərbaycanda 1938-ci il konstitusiyasına, qüvvədə olan konstitusiyasına əlavə etmək istədilər ki, Azərbaycan dili dövlət dili kimi yazılsın. Lakin bu məsələ də tamamilə kənarda qaldı. Baxmayaraq ki, artıq belə bir qanun qəbul edilmişdi. O işlək bir mexanizmə çevrilmədi və Azərbaycan Respublikasının 37-ci il konstitusiyasında ayrıca bir maddə kimi özünü göstərmədi. 1978-ci il konstitusiyamızda isə 73-cü maddə yenə ümumi lider Heydər Əliyevin çox böyük təkidi ilə və olduqca böyük təzyiqlərə baxmayaraq 73-cü il konstitusiyasında Azərbaycan dili dövlət dili elan edildi. Həm də sanki burada bir ayrımçılıq yenə hissi o imperiya tərəfindən göstərildiyi üçün orada həm də yazırdı ki, digər dillər də, o cümlədən Rus dili və digər xalqların dili də dövlət dili kimi istifadə edilə bilər. Yenə bu 78-ci il konstitusiyasında da Azərbaycan dili vahid dövlət dili kimi öz əksini tapmadı. Yalnız 1995-ci il konstitusiyamızda ana dilimiz dövlət dili kimi təsbit edildi 21-ci il konstitusiyasında və göstərildi ki, Azərbaycan dili dövlət dilidir. Üstəgəl, Azərbaycan cəmiyyətinin multikultural bir cəmiyyət olmasını nəzərə alaraq, ümumi liderin təşəbbüsü ilə bu maddədə göstərildi ki, Azərbaycan dövləti sanki öz üzərinə bir öhdəlik götürür.
O həm də Azərbaycanda yaşayan digər xalqların dillərinin inkişafı üçün şərait yaradır. Bax, belə bir vəziyyət bugün ona gətirdi, çıxardı ki, bizim filosoflarımız, digər elm sahəsinin nümayəndələri bilir ki, milli kimliyimiz üç özül üzərində qurulur. Dil, din və adət-ənənə. Əgər biz milli kimliyimizi qorumaq istəyiriksə, ölkə prezidentinin AMIA-nın 80-illik yubileyində çıxışının ana xəttini təşkil edən məsələlərdən biri bundan ibarət idi ki, biz milli kimliyimizi qorumalıyıq. Əgər milli kimliyimizi qoruyuqsa, mütləq ana dilinə münasibəti dəyişməliyik. Ana dilinə münasibəti isə özünü iki aspektdə göstərir. Birinci, ana dilinin sosial funksiyaları ilə bağlıdır bu məsələ. İkinci, onun siyasi funksiyaları ilə bağlıdır. Sosial funksiyalarla bağlı alimlər arasında müxtəlif fikirlər var. Müxtəlif tür təsnifləşdirirlər ana dilinin sosial funksiyası ilə bağlı deyimləri. Ancaq mən onların arasında təqribən 8 funksiyanı seçmişəm və bu funksiyalar, nə üçün bunları 8 funksiyanı seçmişəm? Çünki o funksiyaların hər birinin arxasında ya sahəvi qanunvericilik dayanır, ya onların hər bir Azərbaycan Respublikasının konstitusiyasında öz əksini tapıb. Azərbaycan Respublikasının 95-ci konstitusiyasında öz istinad nöqtəsini tapıb. Bunların hər bir üzərində dayanmaq istəmirəm, ancaq məsələn, bəzilərinin təhlil eləmədən saymaq istəyirəm. Məsələn, burada ünsiyyət funksiyası var, tanrıcı funksiya var, tənzimləyici funksiya var və s. Sosial funksiyanı da müxtəlif məzmunda eyni ardıcılıqla sadalamaq olar. Lakin vaxtımızın az olmasını nəzərə alaraq bunların üzərində dayanmaq istəmirəm. Lakin nəzərə çatdırmaq istədiyim bir məsələni mütləq deməliyəm ki, dilə münasibət məsələsi birinci növbədə mənəvi məsələdir. Lakin yalnız mənəvi münasibətlə dilin saflığını qorumaq mümkün deyil. Burada həm də qanunçuluğun müəyyən gücünə ehtiyac var. Və dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu, ölkə prezidentinin dilimizin saflığının qorunması və inkişafı ilə əlaqədar qəbul etdiyi müxtəlif proqramlar qanunçuluq sahəsində konstitusiyon bazanın hazırlanmasına xidmət edən amildir. Lakin bununla da kifayət edilmək mümkündür. Elə bir mexanizm işləyib hazırlamaq lazımdır ki, bu dilin qaydalarının pozulmasına görə qanunun özündə də müəyyən məsuliyyət nəzərdə tutulsun. Ölkə prezidentin təşəbbüsü ilə inzibati qanunvericiliyə 2 maddə nəzərdə tutulub. Ancaq bugün o qanun işlətdimi? Mən araşdırdım ki, Azərbaycan dilinin tələblərinin pozulmasına görə nə qədər Azərbaycan Respublikasında şəxs və idarə müəssisə təşkilat məsuliyyətə cəlb olunub. Yalnız reklam agentliyindən bir məlumat aldım ki, bu məsələ ilə bağlı o rəqəmi dəqiq edib 365 reklam tərtibi zaman ana dili qaydalarının pozulmasına görə hal üzrə qərar qəbul edilib. Qalan bundan başqa heç bir bu sahədə məsul orqandan heç bir məlumatın olmadığı barədə bizə bildirdilər. Mən düşünürəm ki, ana dilimizin və milli kimliyimizin saflığını qorumaq istəyirsə, bunu həm mənəvi məsələyə çevirməliyik, həm də bunun pozulmasına görə məsuliyyət mexanizmini işlək bir vəziyyətə salmalıyıq. Təşəkkür edirəm. Hüquq ensiklopediyası, hüquq lüğətləri var və bu gün də hüquq ensiklopediyası ilə əlaqədar işlər gedir. Milli Elmlər Akademiyasında işlər gedir və bu sahədə alimlərimizin gördüyü işlər barədə məlumat toplanmaqdadır.